Ayın bir günü ayılar uşaq meydançasında oynayır, gülür, əylənərək xoş vaxt keçirirdilər. Sarı papaqlı ayı uzaqda bir ağac gördü. Bu bir alma ağacı idi. O solmuşdu, yarpaqları tökülmüşdü və çox yorğun görünürdü. Sarı papaqlı ayının ağlına bir fikir gəldi. O dostlarını çağırdı və alma ağacının qulluq kitabından ona necə kömək edə biləcəyi barədə məlumat toplamağa başladı. Qırmızı papaqlı ayı, sən dağlardan su gətir. Yaşıl papaq ayı, al bu əhəng ilə ağacın dibini rənglə. Sən isə dostum, ağac dələn quşunu köməyə çağır. Ayılar bilirdilər ki, ağaca qayğı göstərməsələr, o quruyacaq, meyvə verməyəcək. Buna görə də hərəsi bir işin qulpundan yapışdı. Birlikdə çalışmaq həm daha asan, həm daha maraqlı idi. Ayılar başa düşürdülər ki, təbiət bizə su, meyvə, kölgə verir. Biz də ona qayğı göstərməliyik. Qırmızı papaqlı ayı vedrədə gətirdiyi suyu ağacın dibinə tökdü. Hamı ağacın yenidən dirçələcəyini ümidlə gözləyirdi. Günlər keçdi, ağac yarpaqlarını tökdü və budaqlarında yenidən yaşıl yarpaqlar çıxdı. Ağac dirçəldi, əvvəlkindən də sağlam oldu. Ayılar ağacın kölgəsində dövrə qurdu. Yeməklərini paylaşdılar, gülümsədilər və xoş vaxt keçirdilər.